Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyevə birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışında sakinlərlə maraqlı dialoqu yaşanıb. Kanalımız ölkə rəhbərliyi ilə vətəndaş Mahir Hüseynov arasında yaşanan səmimi dialoqu təqdim edir. Mahir Hüseynov: öpürəm sizi, bütün Azərbaycanı yaşatdın. Təkcə Ağdamı yox, Ağdamın əhalisini səni çox istəyir, sənin arxandadır. Necə deyim, ürəyim istəyən qədər sənə köməyi var. Öpürəm səni, öpürəm. Prezident İlham Əliyev: çox sağ olun. Bilirsiniz, biz Eyvazxanbəylidə də gözəl bir mərkəz yaradacağıq. Mahir Hüseynov: sağ olun, bilirəm. Prezident İlham Əliyev: yəni atın əsli vətəni oradır da, bilirsiniz. Mahir Hüseynov: oradır, amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu. Prezident İlham Əliyev: amma siz o vaxt o atları çıxarmasaydınız, onlar batacaqdı. Mahir Hüseynov: erməni sevinəcəkdi, deyəcəkdi Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Mehriban xanım Əliyeva: balaca Heydər artıq böyüyüb, gülür. Mahir Hüseynov: çox xoşbəxt olsunlar, balaları ilə xoşbəxt olsun. Mehriban xanım Əliyeva: çox sağ olun. Prezident İlham Əliyev: 2 uşağı var. Sakinlər Allah saxlasın. Prezident İlham Əliyev: 2 oğul.